Hello everyone. Salam herkese. Bugünkü dersimiz 7. sınıf dersliyindendir. Unit 5, Lesson Time to Watch. Bölme 5, ders izleme zamanı. Exercise 1, tapşırık 1. Offering help. Kömək təklif etmək. Look at the picture and discuss the question. Şəkilə baxın və sualı müzakirə edin. Uşaqlar, buradakı sualları cavablandırmağınız üçün siz burada gördüyünüz QR kodu skan etməlisiniz. Yeni videonu izləməlisiniz. Video əlimizdə olmadığına görə mən səsli formada teksti oxuyacağım. Daha sonra tapşırıqlara bunu əsasən işləyəcəyik. Yahya, Shams says you are moving to a new house. Shams deyir ki, sən yeni bir evə köçmüsən. Would you like a hand? Kömək istəyərdin? That's very kind of you, Yahya. Yahya, sən necə də incə düşüncəlisən. Yəni, necə də mehribansan kimi də tərcümə etmək olar, amma bu tekstə uyğun olaraq incə düşüncəlisən mənasında gedəcək. It will be great if you help. Kömək etsən əla olacaq. Then I will be there in 15 minutes. 15 dəqiqəyə oradayam. 15 minutes later. 15 dəqiqə sonra. Thanks for coming, Yahya. Yahya, gəldiyin üçün təşəkkür edirəm. Could you please carry this box? Bu qutunu daşıya bilərsən? Certainly. Əlbəttə. Would you like a hand to carry those heavy bags? Bu ağır çantaları da daşımağımı istəyərdin? That will be great. Bu möhtəşəm olar. Is there anything I can do? Mənim edə biləcəyim başqa nəsə var? Thanks a lot, Shams. Shams, çox təşəkkür edirəm. Could you please help Caitlin? She's packing the clothes in the bedroom. Sən Caitlinə kömək edə bilərsən? O, yataq otağında paltarları yerləşdirir. Sure, əlbəttə. Caitlin, do you need any help? Caitlin, köməyə ehtiyacın var? That's very kind of you, but I finished packing clothes just now. Sən necə də incə düşüncəlisən, amma mən indi paltarları yerləşdirməyi bitirdim. Then I will make myself useful by making something. Yaxşı, mən də çay dəmləyərək faydalı olaram. Thank you, Shams. Təşəkkür edirəm, Shams. That would be lovely. Bu yaxşı olar. Thanks for your help, dear friends. Əziz dostlar, köməyin üçün təşəkkürlər. Bu formada biz tekstimizi oxuyuruq. Daha sonra tapşırıqlara nəzər salırıq. Birinci tapşırıqda suallara cavablandırmamız istənilir. Why do you think Yahya is in the Daniel house? Niyə görə siz fikirləşirsiniz ki, Yahya Danielin evindədir? Burada sizə rahat olması üçün qeyd etmişəm. Because Daniel says thanks for coming. Çünki Daniel gəldiyin üçün təşəkkür edirəm kimi istifadə edir. İkinci sualımız, what are they doing? Onlar nə edirlər? They help each other. Onlar bir-birlərinə kömək edirlər. Təbii ki, siz fərqli cavablar da verə bilərsiniz. Daha sonra ikinci tapşırığa baxırıq. Watch the video and complete the sentence. Videoya baxın və cümlələri tamamlayın. Birinci cümləmizə baxırıq. It took Yahya to get to Daniel house. Danielin evinə getmək Yahya'nın nə qədər vaxtını aldı? Təbii ki, 15 dəqiqə olacaq. It took Yahya 15 minutes to get to Daniel house. 2. Daniel asked Yahya to. Daniel Yahya'dan xahiş edir. Nə xahiş edir? Carry the box, yəni qutunu daşıması. Ona görə olacaq. Daniel asked Yahya to carry the box. 3-ə baxırıq. Caitlin finished packing in the bedroom. Caitlin yataq otağında qatlamağı qurtardı. Nəyə qatlayırdı? Təbii ki, the clothes olacaq. Ona görə Caitlin finished packing the clothes in the bedroom kimi yerləşdirəcəyik. 4-ə baxırıq. Shams decided to. Shams qərarı gəldi. Nə qərarına gəldi? Make some tea olacaq. Shams decided to make some tea, yəni çay düzəltməyə qərarına gəldi. Beləliklə uşaqlar, birinci boşda 15 minutes, 2-də carry the box, 3-də the clothes, 4-də make some tea kimi cavabları yerləşdiririk. 3-ə baxırıq. Watch the video again and complete the sentence. Yenidən eyni formada uşaqlar video baxıb cümlələri, boşluqları tamamlamağımız istənilir. 1-də would you like a hand to carry those bags? Bu çantaları daşımağımı istəyərdin? Yəni daşımaq sözü to carry yerləşdiririk. 2-də is there anything I can do?
edə biləcəyim nəsə var? Təbii ki, burada ən iyisini yerləşdiririk. 3-də I will make myself useful by making some tea. Mən də çay dəmləyərək faydalı olmağa çalışacağım kimi, yəni useful sözü yerləşdiririk. 4-də that would be great. Bu yaxşı olar kimi great sözünü yerləşdiririk. Bunların hər bir uşaqla baxdığınız videoda olacaq ki, yerləşdirəcəksiniz. Hər zaman təkrar edirəm ki, ilk öncə tapşırığı işləyin, daha sonra videodakı qeydlərlə yoxlayın. 4-cü tapşırığa baxırıq. Answer the questions. Sualları cavablandırın. What other expression in the video mean the same as can I help you? Videoda hansı ifadələrdir ki, eyni mən sənə kömək edə bilərəm kimi ifadələrlə eyni olsun. Yəni burada ifadələri qeyd etmişəm. Would you like a hand? Is there anything I can do? Yəni kömək istəyərdin, mənim edə biləcəyim nəsə var? Yəni eyni qara ilə yazılmış sözə sinonim kimi götürmək olur ki, eyni ifadə mənasını verir. Daha sonra ikinciyə baxırıq. What expressions in the video can you use when someone offers to help you? Başqa videoda hansı ifadələrdir ki, başqası sizə kömək etməyə təklif etdikdə siz cavab verə bilərsiniz. That's very kind of you. That would be great. Yəni necə incə düşüncəlisən. Bu çox yaxşı olardı kimi ifadələrdir ki, kimsə bizə kömək təklif edəndə biz bu kimi ifadələrdən istifadə edə bilərik. C-yə baxırıq. What expressions in the video did you use to thank someone for their help? Videoda hansı ifadələrdir ki, kiminsə bizə etdiyi köməyə görə təşəkkür bildiririk. Bu ifadələr thanks for your help, thanks a lot, yəni kömək üçün təşəkkürlər, təşəkkür edirəm kimi ifadələr olacaq ki, videoda var. Bizdə də bunu kiməsə təşəkkür edərkən istifadə edə bilərik. Son olaraq 5-ci tapşırığa baxırıq. Role play the situation, yəni şəraiti canlandır. Bizə burada A-B olaraq şagird verilir, öhdəliklərimiz bildirilir, biz onu canlandırmalıyıq. Siz təbii ki, bunu sinifdə edəcəksiniz. You are a teacher, sən müəllimsən. You decide to clean the classroom after the lessons. Sən qərara gəlirsən ki, dərslərdən sonra sinifi təmizləyəsən. Ask student B to help you. Yəni bir burada hər hansı bir şagirdin adını qeyd edə bilərsiniz. Məsəl üçün, Günaydan xahiş edirsən ki, sənə kömək etsin. B formada, yəni Günay şagird olaraq B olaraq bursa şərti olaraq verim uşaqlar. Hər hansı bir ad ola bilər, sinifdə olan bir şagirddən ola bilər. Bu sadəcə canlandırmaya uyğundur. You are a student. Sən şagirdsən. Do what your teacher wants you to do. Ask what else you can do. Müəllimin dediyini edirsən və başqa nə edə biləcəyini soruşursan. Yəni uşaqlar iki şagird olaraq sinifdə canlandırırsınız. Biriniz müəllim, biriniz şagird olursunuz və rol formasında şagirdin biri xahiş edir ki, mənə kömək edə bilərsən, digər şagird də kömək edir və başqa nə edə biləcəyini soruşur. Bu sinif heç müəllim olmasaq belə yoldaşlarınızla da bunu tətbiq edə bilərsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.